Keçmiş sevgiliniz sizi nə qədər yaxşı tanıyır? Çox yaxşı tanıyır, hətta özü burdadır. Dostum deyil, salam. Nə vaxt ayrılmısınız? 9 ay bundan qabaq. Nə qədər sevgi olmusunuz? 1 il. Video keçməmişdən qabaq məni takip edirsiniz. Yox, amma videolarınızı görmüşəm. Xanım ümidvaram siz edirsiniz. Xeyr, təəssüf ki, mən də eləmirəm. Təəssüf, takip etsiniz bilirsiniz nə olacaqdı. Pul mükafatı qazanacaqdıq. Özünə pul, yerindəcə 100 manat. 100 manatı bir dəqiqə qazanacaqdınız. Baxan ona görə siz də mütləq takip edin, elə siz dediniz. Çünki bu son deyil, elə baxan sizin də qarşınıza çıxa bilərəm. Sevginin haqqında 4 dənə sual verəcəm. 4-ünü də düz tapsan, əlavə 50 manat pul qazanırsan. Olsun. Yaxşı tanıyırsan? Əlbəttə ki. 4 dənə sualı xanıma aparacam kənara, sualı verəcəm. 4 sualın 4-ünü düz tapsan 50 manat sənin. Səncə tapa biləcək? Məncə tapar, çünki uzun müddətdir münasibətimiz olub. Çox güvənirəm sizə. Yoxlayaq görək nə olur. Gəlin məndən, sən burada dayan. Keçmiş sevgilimin ən yaxın rəfiqəsinin adı. Lamiyə. Lamiyə düzdür, düz, əla. Ən sevdiyim meyvə. Çiyələk. Qəşəng, əla. Ən sevdiyim renk. Sarı. Təəssüf, səhvdir, səhv. Sarıdır mən sevdiyim rəng. Qarışmaq ehtimalları var isə bundan sonra da olmayacaq, narahat olmayın. Əsas məsələlərdən biri, bürcü nədir? Bunu bilərsən məncə. Xərçəng. Düppədüz, da bunu bilməliydin də, yəni bunu hamı bilməlidir məncə. Və ən qəribə sualı verirəm, ən sonuncu sual. Neçə dənə döyməsi var? Yoxdur məncə. Dəqiq. Dəqiq. Bir dənə fikirləş, axırıncı sualdır. Yoxdur məncə. Düppədüz tapdın, amma bir dənəsini səhv tapdın. Alır da indi. Ona görə də sevgilinizi mütləq yaxşı tanıyın, hər şey yadda saxlayın. Yenə deyirəm, barışmaq ehtimalları varsa bundan sonra da olmayacaq. Olsun, canın sağ olsun. Təəssüf ki, takip eləməksiz əgər izləsəydiniz, yerindəcə 100 manat pulla ayrılacaqdınız. Nə etmək lazımdır? Takip eləmək lazımdır. Bəyənmək lazımdır. Yox, takip eləmək lazımdır. Səhv tapdınız. Sağ olun, barışarsınız inşallah. İnşallah.